Ötən 5 ilə və televiziya təcrübəsinə malik gənc və peşəkar kadrlar, yeni istedadlar və perspektivli gənclər. Öz bölgəsində böyük tamaşaçı rəğbəti qazanan 5 yaşlı RTV. Bu fikirlər həftəlik yayım həcmi 126 saat olan və Xaçmazdan yayımlanan regional televiziya haqqındadır. Yəqin hər kəsə aydın oldu ki, söhbət RTV-nin 5 yaşının tamamlanmasından gedir. Xaçmazda yerləşən regional televiziyanın yaranmasından 5 il ötür. RTV 2007-ci il noyabrın 15-də fəaliyyətə başlayıb. Azərbaycanın şimal regionunu əhatə edən televiziya Xaçmaz rayonundan yayımlanır. Analoq yayımı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını və Hacı Zeynalabdin Tağıyev qəsəbəsini əhatə edir. Televiziya 2011-ci ildən etibarən 3wregionaltv.az saytında canlı yayımlanır. RTV-də həftəlik yayımın həcmi 126 saatdır. Yayımın 70% televiziyanın öz istehsalı olan proqramlar, 30% isə ödəniş əsasında müəlliflik hüququ əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bugün regional televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 veriliş yayımlanır. Kanal hər səhər saat 07:30-da efirə gün başladı verilişi ilə start verir. Efir müddəti 3 saat olan bu veriliş regional televiziyaçılıq tarixində ilk peşəkar səhər proqramıdır. Televiziya 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib. Gün ərzində 4 dəfə canlı yayımlanan xəbər vaxtı informasiya buraxılışı, yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına görə Media Açarı 2010 mükafatına layiq görülüb. İnqilab Şirinbəyli, Elmir Həsənov, LTV. Biz də El televiziyası olaraq qardaş televiziyanın əməkdaşlarını RTV-nin 5 yaşının tamam olması münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzuluyuruq.